İnsan surəsində Allah Teala buyurur: "İnna hadaynahus-sabila imma şakiran və imma kafura." Biz insana əql verərək ona yaxşı pisi ayırt etmək üçün idrak hissini verərək istiqamət verdik. Bu yol yaxşıya, bu yolsa pisə doğru gedir. İndi seçim sənindir. Məyər bu günləri ibadətdə olmayan əzizlərimiz, bacı və qardaşlarımız bilmirmi ki, ibadət etməlidir? Bilir. Böyüklərimdən, məscidimizdən, Quranımızdan özür istəyirəm. Şərabxorlar, zinaxarlar məyər bilmirmi ki, o zinakarlar bu əməli yanlışdır? Bilir. Amma bilə-bilə yenə də o yolun ardınca gedir. Bir sözlə, yaxşı və pisi seçim etmək üçün Allah bizə əql nimətini bəxş edərək bizi kainatın ən əşrəfi, ən əfsəli, ən şərəflisi, ən fəzilətlisi olaraq yaradıb. Amma çox əfsuslar yenə də tutlar ki, aman bu nəfsin əvəzlə. Bu nəfs insanı bilə-bilə pisliyə baxar, bilə-bilə bataqlığa çəkir aparır. Bir sözlə,